بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. و کیف اخاف ما اشرکتم ولا تخافون انکم اشرکتم بالله. Bu ayələr cinə Həzrəti İbrahimin öz qovmu ilə mübahisələridir. Mübahisə mühüm rolu var. Haqqı izah eləməkdə, aydınlaşdırmaqda. Əlbəttə, mübahisənin üslubları düzgün olmalıdır. İnsanların kəramətini, alicənablığını, hörmətini mübahisədə nəzərdə almalıyıq. Biri səhv söz deyir, mənası bu da ki, özü də səhv adamdır. Bəzən biz mübahisədə görürük, biri bir batil, məsələn, əqidəyə inanır. Bunun nəticə olaraq bəs özü də batildir. Yox, mümkündür, biri səhv düşünübdür. Tez nəticələnmərək ki, o batil adamdır da. O vaxt ki, tərsilik eləyir, bəli, ayrı sözdür. Onda əxlaq cəhətindən, daxil cəhətindən müşkil var, problem var. Amma bu ki, səhv düşünübdür, yəni düşüncəsi səhvidir. Hələ bu ki, özü səhvidir, ya yox, ayrı bir bəhsidir. Ona görə insanlar mübahisədə gərək mübahisə qaydələrini riayət eləyərlər. Və mühüm rolu var cəmiyyətdə. Əgər mübahisə qaydələrini riayət eləyərlər və haqq-ı batil tapmaqda bu üslubdan istifadə eləyərlər, insanlara məhəbbət də çoxalar, ünsiyyət də çoxalar və haqq da rahat çatdırıla bilər. Çünki mübahisə eləyirsən, mübahisədə o öz səhvini başa düşə bilər, sən öz səhvini başa düşə bilərsən, naqisliğini başa düşə bilərsən, o da naqislığını başa düşə bilər. Quran burada Həzrəti İbrahimin mübahisələrini öz qovmu ilə gətirir və nə cür onları məntiq ilə, sübutla istəyir bütpərəstlikdən, beləncə bir məsələlərdən xilas eləsin və nəcat versin. Axır söz bu idi ki, bəzən bir sıra insanlar sübutları olmasa qorxudarlar. Bu da bir sıra insanların üslublarıdır. Bu xatirə ki, baykut eləsinlər, haqqı biri danışa bilməsin. Deyirlər, əgər sən bu tövhid yolunu davam versin, butların nifrinə gələsən, butların qarqışına gələsən, zərər vurarlar bilövə. Həzrət İbrahim bunun cavabında buyurur ki, keyfə əxafu ma əşrəktum. Mən o ki, siz Allaha şərik qoşursunuz, necə qorxum onlardan? Yəni, siz məni ki, qorxudusuz, mən onlardan necə qorxum? Baxın, insan vaxtı arxeyindir, iman həddinə yetişdi və əməldə də o imanını becərtdi, zülmə düşmədi. Vaxtı mən bir məsələni tam dərk eləmişəm. O dərk əsasında da yaşayıram. Burada qorxu yoxdur. Qorxu o vaxtdır ki, ya bir inancı, mən cəhalətdən inandım, təəssübdən inandım, tayfa təəssübündən, millət təəssübündən, bir inancı ki, altında sübut yoxdur, bir inancı ki, kökündə məntiq yoxdur, amma mən təəssübündən inandım. Bunda bəli, insan qorxa bilər, zərər ola, təhlükəsi ola. Amma vaxtı insan bir inancı sübutla və məntiqlə düşünüb inanıbdır. Və həyatda da o əsasında yaşayır. Bir də budur ki, insan inandığı əsasında yaşamıyor, orada da təhlükə var. Amma inanıb düzgün yolla və yaşayır o inanc yolu ilə, burada qorxusu da yoxdur. Quran buyurur ki, belənçi bir adamlar qorxmazlar. Buyurur, keyfə əxafu. Mən nə cür qorxam? Ondan ki, siz
şərik qərar verirsiniz. Yəni mən bu putlar ki siz qorxudusunuz ki, birdən zərər olar mənə, mən onlardan nə cür qorxam? Mümkün deyil. Və nədir? Buru ki, vəla siz axı qorxmalısınız. Yəni siz gərək qorxasınız. Mən yox. Siz baxın görün nə cür bu inanca yetişmisiniz, nə cür bu əqidəyə yetişmisiniz. Və la təxafuna ennekum əşrəktum billah. Bu ki Allaha siz şərik qoşursunuz, ondan qorxmusunuz o hal. Mən qorxmalıyam ki, məntiqlə, sübutla yetişmişəm ki, Allah vahiddir, Rəbbidir və o inanc əsasında indi yaşayıram.